PISA, PIRLS və TIMSS kimi beynəlxalq qiymətləndirmələr bir ölkənin təhsil sistemini necə dəyişir? Azərbaycan nümunəsində. Bir çoxumuz düşünürük ki, PIRLS, TIMSS və PISA-nın məqsədi ölkələri sadəcə sıralamaqdır və ya bu imtahanlardakı sıralamanı yenə yarışa çevirmək istəyirik. Əslində isə burada məqsəd tam başqadır. Bu qiymətləndirmələr təhsil siyasəti üzrə qərarların etibarlı məlumatlara əsaslanmasında mühüm rol oynayır. Azərbaycan kimi ölkələr bu qiymətləndirmələrdən ən az 7 istiqamətdə faydalana bilər. Birincisi, kurikulumun zəif tərəflərini müəyyənləşdirə bilərik. Məsələn, əgər nəticələr göstərirsə ki, şagird həndəsədə, məlumatların şərhində və ya riyazi modelləşdirmədə çətinlik çəkir, gələcək kurikulum və dərsliklərin yenilənmələrində bu istiqamətlərdə daha çox diqqət mərkəzinə gətirilə bilər. İkincisi və mənə görə ən əsaslarından biri olan qiymətləndirmə sistemini dəyişir. PISA bizə göstərir ki, əsas məsələ düsturu əzbərləmək deyil, onu real həyatda tətbiq edə bilməkdir. Məhz buna görə də dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da qiymətləndirmə tədricən daha çox bacarıq və düşünmə üzrə inkişaf etməkdədir. O cümlədən Azərbaycanda da qiymətləndirmə tədricən daha çox bacarıq və düşünmə yönümlü tapşırıqlara doğru inkişaf edir. Üçüncüsü, müəllim hazırlığı yenidən nəzərdən keçirilir. Əgər nəticələr hansısa bacarığın zəif formalaşdığını göstərirsə, müəllimlərin peşəkar inkişaf proqramları da həmin istiqamətlərə uyğun olaraq qurulur. Dördüncü, təhsildə bərabərlik yenidən qiymətləndirilir. Şəhər və kənd məktəbləri arasındakı fərqlər, sosial-iqtisadi amillərin təsiri və digər göstəricilər burada təhlil edilir. Bu isə resursların daha məqsədyönümlü bölüşdürülməsinə imkan yaradır. Beşincisi, digər ölkələrin uğurlu təcrübələri öyrənilir. Hansı təhsil siyasətlərin nəticə verdiyi müqayisəli şəkildə görünür və uyğun təcrübələrdən faydalanmaq mümkün olur. Altıncısı, islahatların nəticəsi ölçülür. Bugün edilən dəyişikliklərin bir neçə il sonra şagird nailiyyətlərinə necə təsir etdiyini obyektiv şəkildə qiymətləndirmək mümkün olur. Sonuncusu isə ölkə beynəlxalq etibarlı məlumat bazası əldə edir. Bu məlumatlar gələcəkdə təhsil siyasətinin, kurikulumun, müəllim hazırlığının və qiymətləndirmə modelinin elmi əsaslarla formalaşdırılmasına kömək edəcək. Məhz buna görə PIRLS, TIMSS və PISA sadəcə beynəlxalq imtahanlar deyil, onlar sistemin özünü inkişaf etdirməsi üçün ən güclü geri bildirim mexanizmlərindən biridir. Əziz təhsil sevərlər, 8 avqustdakı vebinarımızda dövlət təhsil politikaları seminarında bu və digər mövzulara daha geniş toxunacağıq.